Faşizm üzərində qələbənin 71-ci il dönümü ilə əlaqədar Qusarda tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə 2-ci Dünya müharibəsində qəhrəmancasına vuruşan Qusardan olan General Mahmud Əbilovun abidəsini ziyarət edib. Faşizmin məhv edilməsində igidliklə vuruşan həmyerlimizin xatirəsini anıblar. Tədbirdə çıxış edən Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov 2-ci Dünya müharibəsi zamanı faşizmin məhv edilməsində Azərbaycan xalqının göstərdiyi rəşadətlərdən danışıb. Bildirilib ki, 1941-45-ci illərdə Qusardan Böyük Vətən müharibəsinə 10 mindən çox Qusarlı yollanıb. Onlardan 6 mini cəbhədə rəşadətlə vuruşaraq həlak olub. Qusardan olan döyüşçülər bir sıra Avropa ölkələrinin faşizm əsarətindən azad edilməsində də mətinliklə vuruşaraq həmin ölkələrin qəhrəmanı fəxri adına layiq görülüblər. Çıxışlarda müstəqil Azərbaycan dövlətinin qüdrətli ordusunun Qarabağ torpaqlarının düşmən əsarətindən azad edilməsi üçün şücaət göstərdiyi xalqımızda böyük ruh yüksəkliyi yaratdığı da vurğulanıb. Tədbir iştirakçıları tezliklə erməni işğalı altında qalan torpaqlarımızın azad edilməsinin böyük qələbə təntənəsi ilə qeyd olunacağını bildiriblər. Gültəkin Əliyeva, Binəli Tosiyev, Dünya TV.